Salam, 8-ci sinif kimyadan 4.6 reaksiya sürətinin dəyişilməsi, katalizatorun təsiri mövzusunun suallarına baxaq. Öyrəndiklərinizi tətbiq edin. Hissəsindəki suala baxaq. Bir neçə mərhələdə gedən reaksiyada katalizatoru və reaksiya məhsulunu müəyyən edin. Mhm. Biz nə görürük burada? Baxın, xlor 2 qaz halındadır. Gəlib xlor atom halına element alır. N2O qazdır. Bu burada yenə istifadə olunub. N2 əmələ gəlib və qaz əmələ gəlib. Qaz sonra yenə bu qaz halında ayrılıb və oksigen alır. Baxın, katalizatorun necə var? Katalizator özü reaksiyada sərf olunur. Yəni əvvəldə də olur, sonda da olur. Burada baxın 1, 2, 3-cü mərhələyə fikir verin sizə. Hansı maddə əvvəldə də var idi, sonda da var idi. Bu xlor 2-dir. Ayağında qaz yazılır. Olur. Baxın, birinciyə baxın, burada da var, sonda da var. Görürsünüz, aralıq mərhələdə sadəcə birləşmə əmələ gətirib, amma sonra yenidən bərpa olunur. Həm əvvəldə, həm sonda olan olur katalizator. Amma digərlərinə fikir versəz, yəni onlardan heç biri əvvəldə olub, həm sonda olan deyil. Məsələn, burada bax, bu aralıq birləşmədir. Burada reaksiya daxil oldu, amma sonda yoxdur artıq o və yaxud da digərləri, yəni sonda yoxdur. Öyrəndiklərini tətbiq edin. Birinci suala baxaq. Kimyəvi reaksiyalarda katalizatorun rolu nədən ibarətdir? Sürəti artırmaqdır. Hidrogen peroksidin parçalanma reaksiyasının sürətini necə artırmaq olar? Deməli, H2O2 parçalanır suya və oksigenə. Sürəti artırmaq üçün temperaturu artanda sürət artırdı mı? Bəli. Manqan O2 katalizator əldə etmək. Katalizator əlavə edəndə sürət artırdı mı? Bəli. Reaksiya mühitinə su əlavə etməliyik. Deyir, bu yanlışdır. Burada su, ümumiyyətlə, burada su əlavə eləsə, yəni alınan məhsuldur. Məhsulun qatlığını artırmaq da sürət artırmır. Məhsulun qatlığı sürətə təsir edir. Bu səhvdir. Reaksiya mühitinə H2O2 əlavə etməklə bu olar. Başlanğıc maddənin qatlığını artırsaq, sürət artacaq. Temperaturu azaltmaqla bu da səhvdir, onda sürət azalmış olacaq. Abunə olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Baxaq, canlı orqanizmlərdə fermentlərin rolu nədən ibarətdir? Katalizator rolunu oynayır. Katalizator rolunu oynayır. Yəni ki, o bədəndə baş verən reaksiyaları sürətləndirir fermentlər. 4-də sənayedə istifadə edilən hansı katalizatorları tanıyırsınız? Sənayedə məsələn sulfat turşusunun alınmasında vanadium 5 oksididir və yaxud da bu mövzunun içərisində var idi SO3-ün alınmasında enol katalizatorudur. Belə. Bu qədər. Sağ olun, salamat qalın.